dostlar, kanalıma xoş gəlmisiniz və bu kanala ilk dəfə gəlirsinizsə, mən Göz Zeynalova, Azərbaycan Turizm və Menecment Universitetinin 2-ci kurs tələbəsiyəm. Və artıq bir ildən çoxdur ki, YouTube platforması üzərindən siz gənclərin maariflənməsi üçün müxtəlif mövzularda inkişaf, təhsil, motivasiya, öz şəxsi həyatımla bağlı və sair videolar çəkirəm. Bugünkü videomuzda gördüyünüz kimi mənimlə birgə 5 saat dərs etmək haqqındadır. Və belə deyim ki, mən universitetə hazırlaşan vaxtdan bəri, yəni ta abituriyent olandan bəri timer vasitəsilə Pomodoro üsulu və s. bu kimi texnikalarla dərs edirdim. Lakin mən bir şeyin fərqinə vardım ki, Pomodoro texnikasında əksərən 20 dəqiqə dərs edib 5 dəqiqə istirahət etməkdir və yaxud da ki 30 dəqiqə dərs edib 5 dəqiqə istirahət etməkdir. Amma mənim fikrimcə bu texnikalar o qədər də əhəmiyyətli və yaxud da ki uyğun deyil. Niyəsini soruşsanız, çünki insan beyni bir şeyə fokuslanır və tutaq ki, sizə nümunə göstərmək istəyirəm. 3 sualdır. Mən bu 3 sualı öyrənirəm və 20 dəqiqə vaxt qoymuşam. 3 sualı öyrəndim, hazır qoydum. Amma mən 4 sual oxuya bilərəm. Yəni və ya 5 sual oxuya bilərəm. Amma mən 20 dəqiqə çərçivəsində bu sualları hazırlamağı planlaşdırıram. Halbuki mənim orada artıq dəqiqəm də qalır. Mən hətta daha çox sual öyrənə bilərəm. Amma beynimizi qısıtlayırıq və 20 dəqiqə çərçivəsində öyrənməyə fokuslandırırıq. Halbuki beynimiz 48 saat ərzində belə deyək, fasiləsiz şəkildə dərs oxuya bilər, nəyisə qəbul edə bilər, informasiyalar yəni. Və buna görə də mənim fikrimcə Pomodoro texnikası yanlış texnikadır. Bir insan nə qədər dərs oxumaq istəyirsə, o qədər oxusa daha yaxşı və keyfiyyətli olar ki, beyin yorulana qədər dərs oxusa daha yaxşıdır. Və bugünkü videomuzda da mən təbii ki də semestr imtahanına hazırlaşıram. Ayın 12-si imtahanımdır. Abituriyentlərdən fərqli olaraq tələbələrdə belə bir şey var ki, imtahana bir gün qalmış hazırlaşırlar. Bunun səbəbi də təbii ki ondan irəli gəlir ki, sentyabr ayı boyunca tələbələr oxuyur və müxtəlif məlumatları mənimsəyir. Əllərində material olur və o material tutaq ki 12 PDF-dən ibarətdir. Məsələn, bizdə bu kitabdır. İndi deyirsiniz, bu kitabı necə oxuyarsan 1-2 gün qalmış. Çünki bugün artıq ayın 10-udur, sabah 11-i və 12-si mənim imtahanım var. Uşaqlar, mən bu kitabın hamısını oxumuram. Mən bu kitabı sentyabr ayından bəri oxuyuram və artıq buradakı məlumatların 99%-dən məlumatım var. Sadəcə olaraq özümü təkmilləşdirib və təkrar suallar və s. üzərində işləməyə adaptasiya olacağam. Və siz də mənimlə birgə dərs edib motivasiya ala bilərsiniz. Keçid edirik videomuza. Uşaqlar, gördüyünüz kimi 5 hours timer yazanda zaten YouTube üzərindən çıxır ki, siz İstədiyiniz bir saatı, istədiyiniz bir dekoru seçə bilərsiniz. Mən sadəlikdən yanayam. Ona görə də bu daha yaxşıdır. Yəni ki, arxa fonu rəhli olanda mənim gözüm avtomatik ora ilişir qalır. Yəni belə. Sizə bir şey də tövsiyə etmək istəyirəm. Mən əsasən bu şəkildə edirəm. Məsələn, timeri qoşduq. İndi gözləyirik. Timerin bu şəkildə səsi çıxır. Amma mən bu səsdən narahat oluram və fikrim tez yayınır deyə mən bu səsi bağlayıram. Sizə də bağlamağınızı tövsiyə edirəm. İndi bəlkə də deyirsiniz ki, məsələn bizdə kompüter falan yoxdur. Uşaqlar, belə bir şey dərd eləməyin. Telefonda qoşa bilərsiniz. Telefonun hətta saat yerinə girib oradan 5 saata timeri qoşub dərsinizi bu şəkildə oxuya bilərsiniz. Və həmçinin bir şey də qeyd etmək istəyirəm. Məsələn, burada videonun əvvəlində meyvə gördünüz. Burada hələ də stolun üstündədir. İndi birazdan da kofe gedib götürməyi planlayıram. Siz də dərs oxuyan zaman çalışın ki, beyniniz sadəcə olaraq dərs üzərində qalmasın. Beyin aktiv bir vərdişdir, bir orqanizmdir. Ona görə də siz çalışırsınız ki, dərs oxuyan zaman nəsə yeyəsiniz və əsasən də nəsə içəsiniz. Çünki yəni belə sıxıcı olur məncə. Yəni o qədər də dərs deyib böyütməyə ehtiyac yoxdur uşaqlar. Sadəcə olaraq bu bir disiplin göstəricisidir və hazırda bəziləriniz var ki, Pomodoro texnikası ilə dərs edə bilmirsiniz. Saat qoyub dərs edə bilmirsiniz. Bu diqqətinizi də toplayır. Sizə belə bir əlavə məlumat da vermək istəyirəm ki, siz tutaq ki, o qədər short izləyirsiniz, o qədər TikTok videolar və s. izləyirsiniz ki, o videolarda 15 saniyə, 10-15 saniyə civarıdır. Və alimlərin də dediklərinə əsasən insan beyni balacalaşır. Balacalaşma var, böyümə var. İnsan beyni balacalaşır. Bu videolar sayəsində mən həqiqətən, mən özümdə tutaq ki, YouTube-da short videoları izləyirəm. Hərəsi 10 saniyə olur. Mənim elə paylaşdığım videoların əksəriyyəti short videolarını bu arada keçid edib, like atıb abunə ola bilərsiniz kanala. O videolarda 10-15 saniyə təşkil edir. Amma bu videolar sizin beyninizi yorur. Siz hazırda son 1-2 ildə uzun videolara baxa bilmirsiniz.
filmlərə, kinolara baxa bilmirsiniz, sıxılırsınız. 2x-da baxırsınız. Səbəbi bilirsiniz nədir? Beyniniz balacalaşıb və beyninizi daha da aktiv, daha da yaxşı etmək üçün bu şəkildə saatlara qoymalısınız, gündəlik adaptasiya vaxtınızı artırmalısınız. Bu şəkildə. İndi başlayıram mən dərs etməyə. İmtahana hazırlaşma metodlarımdan və bu proseslərdən danışım. Çünki əminəm ki, bu videoya həm də birinci kurslar baxır. Bu arada taymeri dayandırdım. 6 dəqiqədə artıq dərs edirəm. Əlavə olaraq sizə belə bir şey də əlavələr demək istəyirəm ki, imtahana necə hazırlaşıram. Mən imtahana ümumiyyətcə bir çox üsullarla hazırlaşıram. Hansı ki, bunlar yazaraq öyrənmə, əzbərləmə, göz yaddaşı, əl yaddaşı. Yəni bunlar bir çox yerlərə ayrılır və mənim ən çox istifadə etdiyim yazaraq öyrənmə metodudur. Bir neçə YouTuberdə, blogerdə gördüm və dostlarımdan eşitdiyim sözlərə əsasən, məsələn, deyəndə ki, mən yazaraq öyrənirəm və onlar bəzən məni qınayır ki, yazaraq öyrənmə, məsələn, kitabdakini deyir, niyə dəftərə köçürürsən? Yoldaşlar, bu vaxt itkisi deyil. Sadəcə olaraq belə bir şey var ki, insan beyni yəni bir neçə xüsusiyyəti özündə cəmləyir və mənim beynim hər kəsin, yəni 5 barmağın 5-i də eyni deyil. İnsanlar da eyni deyil, xüsusiyyət, xasiyyət cəhətdən. Mən bunu bu şəkildə öyrənirəm. Yəni belə öyrənəndə yadımda qalır. Həmçinin kitabda olanları qısaldır, dəftərimə yazıram. Dəftərə yazanda mənim yadımda qalır. Və yadımda qalırsa niyə də belə eləməyim? Daha sonra bunları gördüyünüz bu kağız üzərində bunları özümüz hazırlayırıq təbii ki də qrupca. Bizim universitetimizdə sual və s. verilmir bu arada. Bunlar başlıqlardır və buradakı başlıq bu qədərdir. Yazılı imtahandır bu arada, ayın 12-si verəcəyim imtahan. 5 sual düşəcək və 45 dənə falan başlıq var. Bunların içərisindən düşəcək indi hansısa biri. Nəysə, burada bu qədər yazılıb, amma mən bunu bu qədərlə kifayətləndirmək istəmirəm. Xüsusən də açıq suallarda, yazılı suallarda. Məsələn, bizim dərsimiz Hans Morgenthau'dur. Bir şəxsiyyət adıdır və realizmin bir mütəfəkkiridir. Bizim sualımız Hans Morgenthau'nun klassik realizmin milli maraq və güc anlayışlarının yerini şərh edin. Bu insan sualda bizdən bunu soruşur. Amma siz onunla əlaqəli Hans Morgenthau'nun nələr etdiyini, hansı işlər gördüyünü yazsanız sizə bal verə bilər. Bal verər daha doğrusu. Yəni artıq müəllim görər ki, bu insan bu şeyləri də bilir. Amma bəzi müəllimlər var ki, universitetlərdə uşaqlar bu şeylərə qətiyyən fikir bildirmir, qətiyyən saymamazlıqdan gəlir. Belə insanlar ümumiyyətcə nəinki universitetlərdə hər yerdə mövcuddur və siz çalışın ki, o parazit insanlardan özünüzü qoruyasınız. Çünki belə də olmalıdır. Və bizim müəllimimiz, Şəbnəm müəllim, buradan videoya baxmır, amma ki, əgər qarşısına çıxsa, ona həqiqətən böyük bir ürək göndərirəm. İlin əvvəlində Şəbnəm müəllim mənə qiymət yazmırdı. Çünki dərsinə vaxt tapıb oxuya bilmirdim, əzbərləyib gedirdim və o da mənə 0 yazmaq yerinə qiymət yazmadı ki, oxu, ilin axırında sənin qiymətini yazaram. Sonra biraz ondan xoşum gəlmədi. Özü inşallah bu videoyu görməz, böyük ehtimalla görməz. Amma sonradan Şəbnəm müəllimi ilin sonuna doğru sevdim və imtahanından hər imtahanı atıb onun imtahana hazırlaşıb 30 üzərindən 26 yazdım və hazırda giriş balım 42 baldır. Bu imtahanda hədəfim 50 baldır. Yəni bu şəkildə
Hə, belə oxuyuram, yazıram, daha sonra bunları belə balaca kağızlara, bunları bu kağızlar üzərində balaca çıxartmalara yazıb yadımda saxlayıb imtahana gedəndə yolda təkrarlamaq fikrim var. Bu şəkildə davam edirik. Dənə mövzu var və mən o mövzuları 22 dənəsini bura yazmışam. 22 dənəsini də indi bu tərəfə yazıram. Yəni ki 23 dənəsini daha doğrusu. Deməli axşam saat 10:00-a qədər bunları bitirməliyəm. 22 mövzunu. Zaten bu 22 mövzunun 16-17 dənəsini oxumuşam. Sabah, daha doğrusu axşam 10:00-dan sonra 5 saatlıq dərs rutinində bu 23 dənəni bitirməliyəm. Sabah da bu 2 dənəsini təkrar edib, birinci gün imtahanım saat 11:00-dadır. 11:00-a qədər də sonuncu qısaltmalardan yazdığım təkrarımı edib imtahana girməyi düşünürəm. İnşallah ki, ümid edirəm yaxşı nəticə toplayaram və bu əziyyətimə dəyər. Hazırda düzdür, orada 4 saat 23 dəqiqə falan göstərilib. Halbuki mən bayaqdan videonu falan edit edirəm, videonu dayandırıram. Yəni istər-istəməz mənim diqqətim yayınır. Amma buna rəğmən mən o 5 saatı yenidən başlatmağı düşünürəm. Çünki belə də olmalıdır. Yəni diqqətim yayınır. Bu mövzular sadəcə olaraq indi yəni yazıram. Daha sonra 0-dan 5 saatdan geri sayma qoyub videonu edit etdikdən sonra saat bu arada 16:25-dir. Mən bu videonu hazırda edit edib atmalıyım. Çünki WhatsApp kanalının linkini aşağıda qeyd edirəm. Motivasiya kanalında bugün paylaşacağım söz vermişəm. Nəysə, ora abunə olub mənim də kanalımdan yararlana bilərsiniz. Bu belə, davam edirik. Uşaqlar, ümumilikdə videom bura qədər idi. Ümid edirəm ki, videonu bəyəndiniz. Əgər bura qədər izlədinizsə, kanala abunə olub like atmağı unutmayın. WhatsApp kanalından yenə deyirəm yararlana bilərsiniz. Həmçinin Azərbaycan dili dərslərinə də start vermişəm. İstəyirsinizsə, aşağıda qeyd etdiyim nömrəyə də mənimlə əlaqə saxlaya bilərsiniz. Azərbaycan dili proqramını 2 ay ərzində bitirmək istəyirsinizsə, bu qruplar tam sizin üçündür. Müraciət etməyi unutmayın. Sağ olun, salamat qalın.